Bir neçə gündür Katolikosla qarşılıqlı atışmaları ilə gündəmdə olan Nikol Paşinyan bugün Facebook səhifəsində maraqlı paylaşım edib. Ermənistanın baş naziri ictimai-siyasi diskussiyalarda təhqiramiz ifadələrə son qoymaq təşəbbüsü ilə çıxış edib. Yaşıl media xəbər verir ki, o 1-5 iyul tarixləri arasında belə ifadələrə qeyri-rəsmi veto tətbiq olunmasını təklif edib və ilk addımı özü atacağını bildirib. Belə bir ictimai razılığa gəlməyi təklif edirəm ki, müəyyən bir tarixdən başlayaraq ictimai, siyasi və ictimai müzakirələrdə təhqirlərdən və hibrid hücumlardan imtina edib, yalnız təsdiqlənmiş faktlara əsaslanan, sivil və qarşılıqlı hörmətə söykənən diskussiyalara keçək, deyə Paşinyan qeyd edib. Baş nazir 5 iyuldan sonra bu təşəbbüsün cəmiyyət və sosial şəbəkələrdə necə qarşılandığı ilə bağlı fikirlərini bölüşəcəyini əlavə edib. Qeyd edək ki, iyunun 24-də Paşinyan Ermənistan Apostol Kilsəsinin rəhbəri 2. Qareginlə şəxsi münaqişə fonunda qalmaqallı bəyanatla çıxış edib və onu öz cinsiyyət orqanını nümayiş etdirməyə çağırıb. Buna səbəb keşişin baş nazirin sünnət olunması ilə bağlı iddiası olub. Ardıca o, Katolikosa bəziləri kişisiz, bəziləri qadınsız dala bilmir deyərək daha bir atmacalı paylaşım etmişdi. Paşinyanla kilsə arasında gərginlik may ayından davam edir. Baş nazir kilsədə miras yolu ilə vəzifə və əmlak ötürülmə praktikasının kilsə qanunlarına zidd olduğunu bildirib. O, həmçinin keşişin subaylıq qaydalarını pozduğunu iddia edib. Ən son yeniliklərdən xəbər tutmaq üçün kanalımıza abunə olub, bildirişləri açmağı unutmayın.